Azərbaycan qrammatikasının baş bəlası iki şəkilçisi. Dakı və K. Bu şəkilçilərin baş bəlası olmaq səbəbləri nədir? Deməli, birincisi, bizim dilimizin qrammatikasında leksik şəkilçi gəlir, sonra qrammatik şəkilçi gəlir. Amma bu şəkilçilər, təbii ki, başqa şəkilçilər də var. Bu şəkilçilər özlərindən əvvələ qrammatik şəkilçi buraxırlar. Evimizdəki, imiz məsələn qrammatikdir, dəki leksik. Məsələn, bizimki, im qrammatikdir, dakı leksik. Bu bir problemlərdir bunlar. İkinci problemləri. Bunlar sifət düzəldirlər, amma sifətin bütün suallarına cavab verməyən söz düzəldirlər. Yəni, sifətin sualları necə, nədir, hansıdır, amma bu şəkilçilərdən düzələn sifətlər ancaq hansı suala cavab verir, başqa bir suala cavab vermir. Sonra, bunların bir özəllikləri də budur ki, bu şəkilçilərdən düzələn sifətlər dərəcəyə görə dəyişmirlər. Yəni, bildiyiniz Azərbaycan qrammatikasının baş bəlasıdırlar.